Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about banking and payment methods. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is hesap açmak. Hesap açmak. Hesap açmak. Hesap açmak. Hesap açmak. Hesap açmak means to open an account. To open an account. For example, mən bankda hesab açmaq istəyirəm. Mən bankda hesab açmaq istəyirəm. Mən bankda hesab açmaq istəyirəm. Mən bankda hesab açmaq istəyirəm means I want to open an account at the bank. I want to open an account at the bank. Mən bankda hesab açmaq istəyirəm. Mən bankda hesab açmaq istəyirəm. Second one, kredit kartı almaq. 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 Kredit kartı almaq means to get a credit card. To get a credit card. Like kredit kartı almaq. To get a credit card. Məsələn, kredit kartı almaq mümkündürmü? Kredit kartı almaq mümkündürmü? Kredit kartı almaq mümkündürmü? Kredit kartı almaq mümkündürmü means is it possible to get a credit card? Is it possible to get a credit card? Kredit kartı almaq mümkündürmü? Kredit kartı almaq mümkündürmü? Is it possible to get a credit card? Pul köçürmək. Pul köçürmək. Pul köçürmək. Pul köçürmək. Pul köçürmək means to transfer money. To transfer money. To transfer money means pul köçürmək. Pul köçürmək. For example, mən pul köçürmək istəyirəm. Mən pul köçürmək istəyirəm. Mən pul köçürmək istəyirəm. Mən pul köçürmək istəyirəm. Mən pul köçürmək istəyirəm means I want to transfer money. I want to transfer money. I want to transfer money. Mən pul köçürmək istəyirəm. Ödəniş etmək. Ödəniş etmək. Ödəniş etmək. Ödəniş etmək means to make a payment. To make a payment. To make a payment. For example, mən faktura üzrə ödəniş etmək istəyirəm. 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 Means I want to make a payment for the invoice. I want to make a payment for the invoice. Mən faktura üzrə ödəniş etmək istəyirəm. Nağd pul çıxarmaq. Nağd pul çıxarmaq. Nağd pul çıxarmaq. Nağd pul çıxarmaq. Nağd pul çıxarmaq means to withdraw cash. To withdraw cash. For example, bankomatdan nağd pul çıxarmaq mümkündür. Bankomatdan nağd pul çıxarmaq mümkündür. Bankomatdan nağd pul çıxarmaq mümkündür. Means it is possible to withdraw cash from the ATM. It is possible to withdraw cash from the ATM. Bankomatdan nağd pul çıxarmaq mümkündür. Hesabı yoxlamaq. Hesabı yoxlamaq. Hesabı yoxlamaq. Hesabı yoxlamaq. Hesabı yoxlamaq means to check the account. To check the account. To check the account. For example, mən hesabı yoxlamaq istəyirəm. Mən hesabı yoxlamaq istəyirəm. Mən hesabı yoxlamaq istəyirəm.
means I want to check my account. I want to check my account. I want to check my account. Kartı bloklamaq. Kartı bloklamaq. Kartı bloklamaq. Kartı bloklamaq means to block a card. To block a card. To block a card. Mən kartı bloklamaq istəyirəm, çünki itirmişəm. 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 Which means I want to block the card because I lost it. Mən kartı bloklamaq istəyirəm, çünki itirmişəm. I want to block the card because I lost it. Kredit almaq. Kredit almaq. Kredit almaq. Kredit almaq. Kredit almaq. Kredit almaq means to take a loan. To take a loan. To take a loan. For example, mən avtomobili üçün kredit almaq istəyirəm. Mən avtomobili üçün kredit almaq istəyirəm. Mən avtomobili üçün kredit almaq istəyirəm. Mən avtomobili üçün kredit almaq istəyirəm means I want to take a loan for a car. I want to take a loan for a car. Mən maşın üçün, mən avtomobil üçün kredit almaq istəyirəm. Faiz ödənişi etmək. Faiz ödənişi etmək. Faiz ödənişi etmək. Faiz ödənişi etmək. Faiz ödənişi etmək means to pay interest. To pay interest. To pay interest. Faiz ödənişi etmək. For example, hər ay faiz ödənişi etmək lazımdır. Hər ay faiz ödənişi etmək lazımdır. Hər ay faiz ödənişi etmək lazımdır. Hər ay faiz ödənişi etmək lazımdır means it's necessary to pay interest every month. It is necessary to pay interest every month. Okay. Hər ay faiz ödənişi etmək lazımdır. And that's it. I hope you enjoy. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun and görüşmek üzere. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about many things. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Also, I will mention that you can become a channel member or you can support our channel. Let's get started. First of all, I will be dressed and also I'll be, the bank worker and we will, talk about money. So, salam, mən pul dəyişmək istəyirəm. 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 It means hello, I'd like to exchange money. Hello, I'd like to exchange money. And bank worker. Salam, hansı valyutadan manat istəyirsiniz? Salam, hansı valyutadan manat istəyirsiniz? Hansı valyutadan manat istəyirsiniz? Hansı valyutadan manat istəyirsiniz? Means hello, from which currency would you like to take manat? From which currency would you like to get manat?
Hansı valyutadan manat istəyirsiniz? Dolları manata çevirmək istəyirəm. Dolları manata çevirmək istəyirəm. Dolları manata çevirmək istəyirəm. Dolları manata çevirmək istəyirəm means I want to change dollars into manats. I want to change dollars into manats. I want to change dollars into manats. Oldu. Bugün kurs 1 dollar 1.7 manatdır. Neçə dollar dəyişmək istəyirsiniz? Oldu. Bugün 1 dollar 1.7 manatdır. Neçə dollar dəyişmək istəyirsiniz? Neçə dollar dəyişmək istəyirsiniz? Okay, today's rate is $1 is 1.7 manats. How many dollars do you want to exchange? How many dollars do you want to exchange? Neçə dollar dəyişmək istəyirsiniz? How many dollars do you want to exchange? 50 dollar dəyişmək istəyirəm. 50 dollar. 50 dollar. Neçə manat alacağam? Neçə manat alacağam? Neçə manat alacağam? 50 dollar. Neçə manat alacağım? 50 dollars. How many manats will I get? How many manats will I get? How many manats will I get? Neçə manat alacağım? 85 manat. 85 manat. 85 manat. Burada imzanızı atmalısınız, sonra əməliyyat tamamdır. Bura imzanızı atmalısınız, sonra əməliyyat tamamdır. Bura imzanızı atmalısınız, sonra əməliyyat tamamdır. 85 manat. Bura imzanızı atmalısınız, sonra əməliyyat tamamdır. It means 85 manats it will take and you need to sign here, then the transaction is over, is completed. Yəni bura imza atmalısınız, sonra əməliyyat tamamdır. Çox sağ olun. Köməyiniz üçün təşəkkürlər. Çox sağ olun. Köməyiniz üçün təşəkkürlər. Çox sağ olun. Köməyiniz üçün təşəkkürlər means thank you very much. I appreciate your help. Thank you very much. I appreciate your help. Yəni çox sağ olun. Köməyiniz üçün təşəkkürlər. And that's all. I hope you enjoyed and learned. If you're interested in Azerbaijani language, if you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are right for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşürüz.